Axşamınız xeyir olsun, salam hər-birinizi. Xoşdur bir daha sizlərin qarşınızda olmaq və ilk olaraq bütün klublarımıza uğurlar arzulamaq istəyirəm. Həm sabaha və dünənki qalibiyyətinə görə təbrik eləyirəm. O cümlədən indi birazdan Zirə oynayacaq, Zirəyə uğurlar arzulayıram və əlbəttə ki, bir tur sonra Neftçi oynayacaq, o cümlədən Neftçiyə. Və ümumi başlanğıcdır bu il. İlk oyunumuzdur və əlbəttə ki, dəyişikliklərimiz var və çalışdıq, çox çalışdıq ki, hər hansı bir problemlərimiz hiss olunmasın oyunumuzda, amma əfsuslar olsun, çatışmazlıqlarımız var. Eləcə də oyun planında ümumi hələ tam düşündüyümüz kimi komandanı formalaşdırmamışıq, amma ümumən belə pis getmir. İnanıram ki, yaxın bir vaxtda hər şey tam öz axarına düşəcək, öz qaydasında olacaq və yaxşı bir kollektiv formalaşdıraraq, yaxşı bir oyun və qalibiyyətlərimizlə sizləri, azarkeşlərimizi sevindirə biləcəyik. Buyurun. Bəli, oradadır. Tibbi müayinədən keçib, məncə qurtarmamışdı hələ. Yəni, bundan bir neçə saat əvvəl məlumatımız var idi ki, sanki hər şey qaydasında gedir, amma hələ tamamlamamışdılar. Hələ gedib buradan, amma yəni, o maddələr var, əgər onlar hər şey qaydasında olsa, ayrılmaq ehtimalı daha çoxdur. Bilin. Yaxşı və pis deyərdim. Yaxşı olanlar da var. Daha tez bizə qoşulanlar, belə deyək, daha özlərini yaxşı, rahat hiss eləyirlər. Həm də uyğunlaşmağa başlayıblar, həm də ki, hazırlıqları düzəlməyə başlayır. Amma bir neçə oyunçumuz da var, hələ ki, gec qoşulublar və gec adaptasiya olma ehtimalları var. Buyurun. Duranla bağlı tam yəni getdiyi halda bəli, gedib hələ rəsmiləşməyib deyə, yəni tam gedib deyə bilmərik, amma bizim əsas oyunçumuz idi və ələlxüsus da həm Çempionlar Liqası oyununda, ümumiyyətcə Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərən oyunculardan biri idi. Ümumiyyətcə o istedadı, bacarığı vardı onun belə oyunlarda və həvəsi, qabiliyyəti var idi. Belə bir oyuncunun getməsi, bəli, bizə hər hansı bir, belə deyək, çatışmazlıqlar gətirə bilər. Amma ümumən belə, bəli, biz oyuncunu itirə bilərik, amma qazandığımız, gələcək üçün qazandığımız digər faktorlar var ki, biz təcrübəli klub olaraq transfer bazarında da iştirak etməyimiz çox önəmlidir. Çünki Azərbaycana gələn futbolçulardan bugün biz baxsaq, son vaxtlarda Qarabağdan biz nə qədər oyunçu ölkə xaricinə hansı danışıqlarla göndərmişik və transferlər olunub buradan və özdəki yaxşı klublara və bu özü əlavə bir avantajdır biz klub olaraq. Hansı ki, Avropada bizə diqqət daha da çoxalır və istərseniz bizim oyunumuza, oyuncularımıza baxan ölkələr, klublar daha da çoxalır. Amma hər bir halda, bəli, istərdim ki, Duran kimi bir oyuncu komandamızda daima olsun. Çünki bir neçə mövqedə oynama qabiliyyəti vardı, həm də ustalıq keyfiyyətləri çox yaxşı idi. Buna baxmayaraq, dediyim kimi, bizim əldə etdiyimiz digər müsbət amillər oldu, olacaq və gələcək üçün və mən buna əminəm. Yeni transferlərdən bəli, sabah meydanda olan oyuncular olacaq.
sayını deyə bilmərəm, həm mövqesini deyə bilmərəm, amma olacaq. Sağ olun, Qurban müəllim. Sabahki 19-lar Duran keçki planlara daxil etdik və bundan sonra yerləri və xərclə bir futboldan keçki gözlənilir. Belə rəsmi təklif olan, yəni ciddi təklif olan bir oyunçu yoxdur. Gedişi bilmirəm. Yəni deyə bilmərəm ki, getmə ehtimalı var hansısa oyunçunun. Yəni belə yəni başqa məncə cavab verdim hə. İkinci sual yox idi. Biraz ikinci suallar olur, biraz fikirləşirdim. İslandiya klubuna düşürsünüz, uzun məsafədə siz İslandiyasınız. Bu arada siz seçətini yaratmayacaq, amma tərəfləşə ulaşmak gəlmişsiniz ya. Allah'ına bir də Elvindən bağlı, o oynayacaq komandada, yəni vəziyyəti nə yerdədir və sabahki oyunda meydanlıqlar. İnanın ki, məndə heç vaxt olmayıb ki, hansısa bir komanda ilə düşsəydim və düşməsəydim daha yaxşı olardı deyə. Həmişə bu püşdür. Yəni burada yəni mənim istəyimlə olan bir şey deyil. Həmişə Allahdan xeyirlisini istəmişik. Yəni bu düşübsə elə mən tam əminliklə belə deyək, razıyam. İstər və yaxud başqası düşərdi, yenə oyuna razı olardım. Bizim o qədər olub ki, ilk mərhələdə bəlkə də çoxlarımızın arzulamadığı bir komanda olub ki, düşməsin deyə, amma onlar düşüblər, mən yenə razı olmuşam. Ona görə belə ona belə deyək də, o bar düşünərək özümü belə deyək də öz fikrimi yayındırmıram. Bəli, hardasa səhv etmirəm 7 saat yarım dedilər deyəsən yolumuz olacaq. Dəfələrlə olub belə hallar, ilk dəfə deyil. Amma yəni buna dediyim kimi bunu kənara qoyuruq. Yəni budursa ona uyğun proqram tutaraq oyla biz işləyəcəyik, çalışacağıq. Elvinlə bağlı yəni oynama ehtimalı var. Yəni zaten bizim komandamızın oyunçusuydu. Hə, əvvəldən oynayacaq, sonradan oynayacaq və yaxud digər oyunlarda oynayacaq. Hələ belə deyək də hələ tam qərar verməmişik. Başqa sualınız yoxdursa sabah görüşərik inşallah.